Azərbaycan Dövlət Film Fondu 1993-cü ildə yaradılıb. Filmlərin bərpası və qorunması, kino sənətinin təbliği, kino arxiv materialları və artefaktların toplanması və qorunması, elmi tədqiqat və araşdırma işlərinin aparılması, kino arxiv işi üzrə beynəlxalq əlaqələrin yaradılması fondun 5 əsas istiqamətidir. Dövlət Film Fondu ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə yaranır. O zaman Dövlət Film Fondu üçün keçmiş Qələbə Kinoteatrının binası ayrıldı və Film Fond fəaliyyəti orada başladı. Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının təşəbbüsü ilə, köməyi ilə və sərəncamı ilə Azərbaycan Dövlət Film Fondu üçün yeni müasir tipli bina inşa olundu 2008-ci ildə. 13 aprel 2008-ci ildə yeni binasının açılışı oldu. Və möhtərəm Prezidentimiz İlham Əliyev cənabları və birinci vitse-prezident Mehriban xanım Əliyeva bax bu binanın açılışında iştirak etdilər. Keçmiş filmlərin qorunması və bərpası isə fondun əsas fəaliyyətini özündə əks etdirir. Film lentlərinin saxlanılması üçün isə xüsusi bokslar var. Xeyli qapılardan keçiriyoruz da biraz. Bəli, gördüyünüz kimi bura labirint formasındadır. Onun üçün ki, kino lentləri biz indi daxil olacağımız otaqda çox aşağı temperaturda saxlanılır. Onu biz birbaşa dəhlizə çıxarsaq, kondensasiya olar və film məhv ola bilər. Ay Cəma! Bu kino ki var, bu çox qəliz məsələdir. Həm qəlizdir, həm də ki vacib. Filmlər özündə keçmişdən iz daşıyır. Çəkildiyi dövrün adət-ənənəsini, insanların sosial vəziyyətini, hisslərini, duyğularını özündə ehtiva edir. Hər filmin mütləq ki izləyiciyə bir mesajı olur. Bu filmlərin ərsəyə gəlməsi nə qədər vacibdirsə, onların qorunub saxlanması da bir o qədər əhəmiyyətlidir. Rəqəmsallaşma gedir, bütün arxivlər rəqəmsallaşır. Amma bu rəqəmsallaşma ilə yanaşı arxivlərin əsli, yəni filmlərin əsli olan kino lentlərdə qorunub saxlanmalıdır. Yəni bu artıq toxunulmaz bir sığorta fondudur. Və bu əgər elektron daşıyıcıya bir şey olsa, müəyyən bir problemlər yaransa, yəni həmin o sığorta fondundan, həmin o əsli filmdən, kino lentdən yenidən elektron nüsxə hazırlamaq olar. Bura artıq Dövlət Film Fondunun film saxlanılan bokslarından biridir. Burada hava çox soyuqdur və soyuq hava eyni zamanda qurudur. Bu isə kimyəvi tərkib etibarilə çox həssas olan kino lentlərinin qorunub saxlanılması üçün çox vacibdir və çalışırıq biz bu normalara əməl eləyək ki, klassik Azərbaycan filmləri, kino lentlərinə çəkilmiş filmlər gələcək nəsillərə daha yaxşı çatdırılsın. Otağı fərqləndirən xüsusiyyətlər haqqında istədim biraz detallı danışaq. Soyuqdur, onu bilirəm, çox soyuqdur. Bəli, bu otağın fərqləndirən çox xüsusiyyətlər var. İlkini dedim sizə, burada xüsusi temperatur və rütubət rejimi var və həmçinin burada görürsünüz, arxada bakteriyasit lampa dayanıbdır. O isə əgər müəyyən günlərdə birləşdirilir, həmin bakteriyasit lampalar havada olan bakteriyaları məhv eləyir. Çünki kino lentinin özünün həmin bu bakteriyalara təsir olmaq ehtimalı var. Bu ehtimalın qarşısını almaq üçün o vaxtaşırı istifadəyə verilir. Burada saxlanılan ən köhnə film hansıdır? Ən köhnə film, kino lenti daha doğrusu ən köhnə 1898-ci ildə bildiyiniz kimi ilk dəfə olaraq Mişon adlı bir fotoqraf Bakıda, Bibi Heybətdə və Balaxanada çəkilişlər eləyib və həmin o tarixdə bilirsiniz 2 avqustda göstərilib Bakıda ilk dəfə və Azərbaycan kinosu günü kimi qeyd olunur həmin gün və 1898-ci ildə çəkilmiş o kadrların nüsxələri Fransadan tapılaraq gətirilib və bizdə qorunub saxlanılır. Filmlərin saxlanıldığı bokslarda hər qabın özünə məxsus mənası var. Sarı qablarda filmlərin səsləri saxlanılır. Qırmızı qablarda isə filmin orijinal formaları saxlanılır. Mavi qablarda isə orijinal formadan köçürmələr saxlanılır. Qırmızı qabdakılardan biri də həm ziyarət, həm ticarət filmidir. Rejissoru Rasim Ocaqov, filmin istehsal ili isə 1994-cü ildir.
Maraqlı məqamlardan biri də filmlərin lentlərində hər hansısa bir nasazlıq baş verərsə, bunun necə bərpa olunmasıdır. İndi biz sizə o prosesi də göstərəcəyik. Kino lentlərinin bərpası olduqca həssas və mərhələli prosesdir. Əvvəlcə lent diqqətlə yoxlanılır. Onun üzərindəki zədələr müəyyən edilir. Zədələnmiş hissələr xüsusi üsulla bərpa olunur və lentin mexaniki bütövlüyü təmin edilir. Bundan sonra film kadr-kadr yoxlanılır və mümkün qədər ilkin vəziyyətinə qaytarılır. Yavaş. Müştəri bak, sən çox çalışırsan. Burada mən heç bir təqsirim zadım yoxdur. İşdə onu da qonşu iti, tanış iti, öz itim. Bizə yaxşı, onu da təqsirim yoxdur. Tezlik, yaxşı iti. Sən öyle, sən bir itin zibilinə düşmədin. Filmlər yoxlanıldıqdan və bərpa edildikdən sonra öz qablarına yerləşdirilir. Sonra isə bokslara göndərilir. Ümumilikdə isə Azərbaycan Dövlət Film Fondunda filmlərin qorunmasına xüsusi diqqət yetirilir. Çünki hər bir film özündə bir tarix saxlayır.